Komandalar, hər üç komanda artıq meydandadır. Hakimlər Briqadası, Qarabağ və Lex Poznan. Coşku ilə qarşı tribunlar komandaları. Qarabağ qara rəngli geyimindədir. Hakimlər İngiltərəni təmsil edirlər. Andrew Medler referidir, onun köməkçiləri Harry Lenar, Wade Smith, dördüncü hakim Simon Hooper, UEFA nümayəndəsi Tamma Boyshuizen o Niderlandı təmsil edir. Start fiti gəlir və qarşılaşma başlayır. Çempionumuza vuran hazırlıq dərhal Richard Almeida'dan uzun ötürmə. Zubel mübarizə apardı. Karlström uzaqlaşdırır topu. Qarabağ ənənəvi sistemdədir, 4-3-3 oynayır, amma dəyişikliklərlə əlaqədar olaraq indi çox təhlükəli epizod və artıq 20-ci saniyədə hesab açılır. İnanılmaz. Christopher Welde inanılmaz şəkildə birinci hücum, birinci zərbə və 0-1. Qarabağ futbolçuları hakimin köməkçisinə baxdılar, oyundan kənarı vəziyyət istəyirdilər. Top qapı tirinin altına vuruldu və təkrar burada Medina uğursuz oynadı. Top yerə dəydirsə sənin deyil deyirlər müdafiəçi haqqında. Yaxşı mübarizə aparır. Joao Amaral oyundan kənarı vəziyyəti yoxdur. Nəzarətsiz buraxmışdı Veşoviç Veldeni və onun zərbəsi öldürücüdür, kəskindir, dəqiqdir, 1-0, daha doğrusu 0-1. Qaydan pozmadan alırıq. Ozobiç, diqqət. Medina, çox yaxşı. Medina, ötürmə, Kadi, haydi. Çək sola zərbə vur. Kadi, ayağına dolaşdı. Kadi və gol! Gol! Kadi Borges! Qayıtdı Qarabağ oyuna. Dərhal qayıtdı. 14-cü dəqiqədə qayıtları bəkləyindi. Burada İshak, baxın necə Medina fəal oynayır. Burada tərtəmiz şəkildə, ən azından buradan baxdığım məqsəddən gördüyüm odur ki, qaydanı pozmadan alır. Yenə Medina, qolda səhvi var idi, sonunda düzəltdi. Kadi çəkdi, birinci cəhd alınmadı, amma sonra yerindən uzaq güncə o qədər qüvvətli, o qədər sərt vurdu ki, Rutko kimi nəhəng qapçı belə uzana bilmədi. Uzansa da bu zərbənin qarşılana bilmədi və hesab bərabərləşdi 1-1. Sekiz futbolçunu ehtiyata atmışdı. Və daha çox ikinci heyətə güvənmişdi. Vazci. Richard zərbə. Top rəqib müdafiəçidən gedib. Vazci və gol! Gol! Filip Ozobiç! Kadi. Richard sola göndərdi. Elvin. Vacini tapdı, oyundan kənar vəziyyət yoxdur əlbəttə. Geriyə ötürmə, Richard'dan zərbə alınmır, yenə offside yoxdur. Burada Vaci heç bir şey eləməyib, qaydan pozmayıb. Top Rutko'dan Ozobiç'ə düşdü və Filip hesabı 2-1 eləyir. Skuraş. Kadi zərbə indirir, qüvvətli qaydan top və gol! Bu epizodda hər halda artıq qərar verilib. Heç nə fərqi yoxdur. Qarabağ qarşılaşma kuboklarda son anda top Vaci'dən mi getdi? Vaci'dən getdisə hər şey qaydalar çərçivəsindədir. Amma istənilən halda bəli, son anda Vaci toxunu düzdür, orada Medina iştirak edirdi. İstənilən halda gol qeydə alınıb. 3-1'də artıq. Marko Yankovic'in pressingi çox yaxşı. Kadi. Bitir oyunu Kadi. Bitirir qarşılaşmanı Kadi. Və Qarabağ 4-cü golunu vurur. Bu golun artıq şək düşməsi yoxdur. Kadi Borges. Necə möhtəşəmdir Kadi. Amma baxın Marko Yankovic nə elədi burada, topu aldı rəqibindən. Medina'dan Kadi'ye Alladır Minici və özü də ayaqlar arasından, Rutko'nun ayaqlar arasından Medina'dan da bir gol ötürməsi. Özdə oyunda ikinci məhsuldan ötürmək. Kevin Medina'dan səhvləmirsə Kadi'nin birinci golunu ötürməni mərkəz müdafiəçisi eləmişdi. Hücumumuzda Amir Abbas Zeynov, Kubabena Ovusu saxladı sinəsiyle. Ovusu, Ramil istiqamətlə, Ramil bitir qarşılaşmanı, Ramil inanılmaz imkan
5-1. Ramil Şeydayev Abbasdan yarım dəqiqə əvvəl 5-ci qol vurmağa yaxın idi. Oyundan kənar vəziyyət yoxdur. Obusla yaxşı zərbə, Rutko yaxşı oynadı. Amma Ramil yenə mübarizə apardı. Zərbə indirdi, müdafiə işdən qayıtdı. Yenə offside yox və artıq hakim boks hakimliyi eləyib ona qədər saya bilər. Çətin ki 10 saniyədən sonra Lek ayağa qalxsın və Abbas Hüseynov. Bəli, bax budur. Maç bitir və bu tarixi qarşılaşma Qarabağın 5-1 hesablı, təkrar edirəm, 5-1 hesablı qələbəsi ilə başa çatır. Möhtəşəmsən Qurban Qurbanov, möhtəşəmsən Qarabağ.